Hamıya salamlar. Bu gün Zevs tələsir. Çünki real biznesdə endirimlər başladı dostlar. Onsuz hamı deyir ki, ətraflı video gəlsin, ətraflı video. Bu da sizə ətraflı video. Açığı belə deyim, video çəkməyəcəydim. İstədim ki, tez baza bir dənə bina alalım, qoyum şəhərə. Prosta belə bir qərara gəldim ki, az deyil. Mənim 20 mindən çox referalım var. Təsəvvür edin, göstərəcəm hamısını. Nəsə gəlin ekranı açaqdınız. Gördüyünüz kimi Qaqanazın şəhəridir. Amma gəlin düzün deyək də, yəni çox sərgəli yığmamışam. Buna bax bir dənə. Düzdür, bunların yerini dəyişəcəm bəzilərini. Balansında gördüyünüz kimi 1066 dollar var. Hər dəqiqə təsəvvür edin ki, heç binalardan gəlirimi toplamasam da balansım artır. İndi baxaq ki, artacaq. Gördünüz 1 dollar da əlavə oldu, 1067. Çünki nəyə görə? Gəlin sizə deyim. Baxın referalım, gör nə qədər referalım var. Yəni tərəfdaşım, izləyicilərim yana. 22.662 nəfər qeydiyyat keçibdi. Ümumi gəlirim referallardan 10%, 16.493 dollar. İndi isə gəldik ən əsas məsələyə. Gördüyünüz kimi endirimlər başlayıbdı və tələsmək lazımdır. 3 dənə yeni bina əlavə olunub. Üçü də bir-birindən gözəldir, yəni açığı deyim sizə. Əsas da mənim bu xoşuma gəlir. Baxın, üstündə vertolyot var. İndi alacaq bundan. Bir də ki, bütün binalara 20% endirimdir. Bütün binaların qiymətinə. Bir də onu deyim, ən əsas tema. Deməli, 2 dənə binalarına bir dənə də hədiyyə olunur. Yəni 2 üstəgəl 1 kampaniyasıdır. Gələn faydalanaq. Deməli, bir də bu arada indi fikir verdim. 1086 dollar oldu balansım. Gəlin bir dənə update eləyə baxım görüm. Tərəfdaşlardan gəlir yoxsa yox? 1092. Hər dəqiqə pul gəlir tərəfdən. Çünki dostlar az deyil, 20.000 tərəfdaşım var. Deməli, nə edək? Gəlin şəhərə keçək. Bu arada baxın, bu gün girdim başı dəli oldum. Ticarət. Yaxında bazar açılacaq. Bir də yazılıb tezliklə. Burada alış-satış olacaq. Yəni ki, aldığımız binaları baha sata biləcəyik. Belə deyim də, market yığışılacaq məncə böyük ehtimal Mobox'da ki. Mobox'da mən 4 illik pul qazarım. 4 ildir yoxsa 5 il dəqiq bilmirəm. Onu bilirəm ki, 3 ildən yuxarıdır. Orada da belə idi, market var idi, hamı alırdı, mən də oradan alırdım. Sonra elə oldu ki, ticarət əlavə elədilər və hamı başladı. Adam var idi Mobox'da. 200 dollar, 300 dollara Mobox almışdı elə bir. Satırdı 2000, 3000 dollara. Nəsə mən bilirəm temanı, yəni bilirəm ki, elə olacaq. Çünki hamısında elə olur. Bütün kripto oyunlarda. Elektron ticarətdə yəni siz götürüb satasınız burada binalarınızı və alış-satış edə bilərsiniz. Elə bir şey, al-ver, çat olacaq. İnsanlar bir-birinin arasında nəsə də var, mən tələsirəm açıq, özünüz bilərsiniz, nəyin hiss edin. Deməli baxın. Gündəlik bonus. Gəlin gündəlik bonusumu götürək. Mən heç maraqlı deyil, 1 qəpik biləd. Yəni apartullah. Keçirik şəhərə. 1092 dollar. İndi çıxarış eləyəcəm gözünüzün qabağında Emona. Düzdür, mən Emona çıxarış eləmirəm. Mən kriptovalyutaya çıxarış edirəm əsas. Amma sizin üçün Emona çıxarış eləyəcəm. Sadəcə gəlin bir dənə gəlirləri toplayaq. Mən yaxınlaşdım belə. Görsənlər deyən kamerada. Məsələn, belə 195 dollar. Bundan toplamamışdım. Bu arada fikir veribsiz, binaların bəzilərinin dizaynı dəyişib. Çox səviyyə olubdu. O birisi bina çox rəhsiz idi. Mənə də ləzzətlənmirdi. Girdim, baxdım ki, yenilənibdi. Bunlardan da bayaq toplamışdım. Bəzilərindən. Bundan çoxdan da toplamıram. 295 dollar yığılıb. İfşo. Bunlardan ucu toplamışam. Bir də bundan toplamamışdım. Vəssalam. Deməli 2661 dollarım oldu. Bomba kimi qaqaş. İndi çıxarış eləyəcəyik. Gəlin rovno 1500 dollar çıxardaq Emonla. Deməli, çıxarış məbləği 1500 dollar. Cüzdan nömrəsi 050. Mən öz nömrəmi əlavə edirəm. Gizlələcəm, görməyəsiniz. Çünki tak qataraq zəng eləyirlər. Deməli, çıxarmaq. Vəsyo. Çıxarış sorğusu yaradıldı, Emon. 1500 dollar. 29 də. Yarım saat dostlar ərzində gəlir. Çox vaxt ümumiyyətlə tez gəlir. Yəni bir də görürsünüz ki, 1 dəqiqə gəlir. İndi gözləyək və videonu davam edərik. Gəlin Emonda balansımıza bir dənə baxaq. Çoxdan girmirəm bilən Emona. Parolum nə idi? Hələ 24 manat var balansda, gördüyünüz kimi. İndi birazdan gələn kimi göstərəcəm sizə. Hələ gözləyirəm. Gəldi. Gözüm qoşmuşam ola videonu. Vəsyo. Deməli, baxın dostlar. Deməli, Emon. Vəsyo, bomba kimi. Nə qədər gəldi? Deməli, baxırıq. 2550 manat. Düz edir o, gözləyəm hələ. 1500 dollar. 1500 dollar 1.70. 2550 manat. Bomba kimi dostlar. Yəqin ki, görməyənlərə yenə göstərim. Boş-boş yazırlar. Qaqa qazanmaq olur, qaqa nəm sıçmaq olur. Çıxarış təxmini 7-8 dəqiqəyə gəldi. Çox vaxt ümumiyyətlə çox sürətli olur. Məsələn 1 dəqiqəyə, 30 saniyə. Nəsə, söhbət burasında deyil. Balansımda gördüyünüz kimi 1242 dollar ucu var. Çünki tərəfdaşlarım çoxdur. Təsəvvür edin ki, indi bu videodan sonra nə qədər tərəfdaşım olacaq. Nəsə, keçirik marketə. Deməli keçdik marketə.
Və bugünkü məqsədim budur ki, 250 dollarlıq binadan 2 dənə alım ki, biri də hədiyyə olunsun. Yəni 500 dollar mənə pul lazımdır. Balansımda da şükür Allaha var. Ətraflı. 250 dollarlıq bina aylıq 162 dollar verəcək, günlük isə 5 dollar 43 sent. O demək ki, 2 aya mən öz pulumu çıxaracam, amma elə deyirək, 2 ay deyirək, gəlin sizə başlasam nəyə görə? Çünki mən 2 dənəsini alsam, biri hədiyyədir, düzdür. O demək ki, mən bir ay öz pulumu çıxardıram, sonra isə ömür boyu ancaq plusa gəlirəm. Nəsə, gəl tez bazar alım. Deməli, bir dənəsini aldıq. Bir dənə də. Qəşəng. Buna da Promobil Pol 2-dədir bu. Təbriklər özdə. Təbrik edirik. Bir dənə əla təşəkkürlər. Gəl baxaq əlavə olundu yoxsa. O bomba kimi gördüyünüz kimi 3 dənə. Ki kameram belə düzəldim. Görsənsin hər şey. Görsənir indi. Vəsə. Gördüyünüz kimi 3 dənə bu binadan var, amma gəlin bu 3 dənə binanın bax qoyaq qırağa ki, bilirsiniz ki mən səliqəyə fikir verirəm. Çünki şəhər gərək səliqəli olsun. Deməli. Ha, gözlə. Nəyəsə, ha. Oy canavar, bomba kimi də. Heyf ki, vertolyot fırlanmır üstündə. Yəqin gələcəkdə indi vertolyot uçub eləyəcək yəni. Deməli, gəl bunu da belə eləyək. Bunu qoyaq bura. Əla. Şəhərimizi tikdik dostlar. Hal-hazırda ustalarımız şəhərdə işləyir və bizə gəlir. Yaxşı, özü güclüyə qoyma. Deməli, bombadır. Biraz da düzəliş eləyərəm. Haradasa. Nəsə sonra ucu yığacam öz şəhərimi. Nəsə qısa konkret dostlar, 794 dollar balansımızda pul qaldı. Və mən istəyirəm ki, bu bina mənə istələdi. Bir dənəsini sımız alım qoyum şəhərə. Deməli aldım. Görsər ekran sən Allah. Gəl görsər, gəl belə deyim şəhərə. Deməli bir dənə də bu binadan bax qoyaq bura. Əla. Yəni heyflər olsun ki, şəhərimiz balacadır, yəni videoda. Yəni az xanalarım qalıb ki, kvadratım. Yəni belə deyim torpaq sahəm az qalıb. Yəqin ki, gələcəkdən də əlavə eləyəcəklər. Moboxlara belə idi ümumiyyətlə. Birinci balaca sahə idi. Məsələn, Chiners'da da elə idi. 8-in 8-ə idi, nə idi? Sonra getdikcə pulla böyüdürdüm. İndi yəqin ki, böyüdəcəklər ya da nə bilim, nəsə çıxacaq yeni bir şey. Mən yenə dolduracam şəhərimi. İndi isə gəlin balansı artırmağı göstərim. Yəni nəyə göstərəm, mənə çatmır yəni. Burada nə var balansı artırmağa? Tutam ki, məsələn, 100 dollar balansı artırırsan. Hə yazdım bunu, kriptovalyuta ilə ödəyirsən, ya nə bilim Sberlə ödəyirsən falan, ya da Emonla ödəyirsən, düzdür? Emonu seçdim. Hə doldura bastın. Hə burada çıxan nömrəyə, yəni göndərsən 170 manat eləyirdi, düzdür? Göndərsən 170 manatı, qəbizdə yüklüb ödəniş təsdiqinə basdın və əssalam da la. Bu nə sualdır gidici Allah? Videolarımda yazdılar ki, balansı necə artırım? Allah sən qaqaş balansı artıra bilmirsən. Sən ümumiyyətlə nə bilim evdən çölə çıxma da. Kripto oyunlar ümumiyyətlə çox populyarlaşıb dostlar. Gəlin sizə başa salım. Gördüyünüz kimi burada sağda hər dəqiqə görürsüz binalar satılır. Mən hal-hazırda məqsədim nədir? Mən burada ticarətin aktivləşməyini gözləyirəm. İndi yaxında ticarət çıxsa burada partlayış olacaq. Belə deyim sizə. Planım nədir? Daha doğrusu kim istəyirsə strategiya verim, gəlin deyim sizə. Nə qədər çoxlu binalar alsaz özünüzə, yəni yığırsınız ki o şəhərinizə. Elektron ticarət yəni belə deyim də buna marketplace deyirlər. Marketplace açılan kimi bax bu ticarət. Açılan kimi partlayış olacaq. Niyə gəlin sizə başı salım. Bütün kripto oyunlarda belədir. Mən o vaxt Mobox gec girmişdim. Sonra Chiners'ə vaxtında girmişdim açığı. Nəsə, bəzi oyunlar var ki, harda ki siz marketdən alırsınız belə toplayırsınız özünüzə, məsələn binaları falan ya da nə heyvanlar, meyvanlar. Sonra marketplace çıxan kimi, yəni ticarət, başlayırsınız insanlar arasında alış-veriş eləməyə. Və sizə inandırım ki, Mobox-da mən dediyim kimi də orada bir dənə Momo var. Momo adları belə girdi. Momo məsələn, hə. Mən 50 dollar almışdım, satmışdım onu 300 dollara. Amma ağlım olsaydı mən o vaxtlarda 50 dollarlıq yox, lap 100 dollarlıq, nə bilim, 100 dənə alardım. Başa düşdünüz və satıb almışım pulumu çıxardardım. Yəni artıqlaması ilə. Nəysə belə baş sala bilməyəcəm. İndi ticarət çıxan kimi marketplace özü başa düşəsiz nə demək istirdim. Və orada görəsiniz ki, qardaşım binaları itələyir cəmaata. Vəbşim öpürəm hamını, sağ olun, salamat qalın.